salam, mən Leyla Abdullayeva. Mən Ayaan Nuriyeva. Beynəlxalq SAF 2025 İnnovasiya və Sənətkarlıq kateqoriyası üçün hazırlamış olduğumuz bu layihəni sizlərə təqdim edirik. Günəşlə işıqla, küləş enerjisi, su ilə təmiz yaşam. Biz Yaşar İnnovasiya komandası olaraq 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzini təmsil edirik. Bu layihə gələcəyin tam ekoloji və ağıllı şəhərcik modelidir. Biz belə bir şəhər təsəvvür etmişik ki, burada bütün enerji təbii mənbələrdən, günəşdən, küləkdən məhsul olur. Yəni bu şəhərcikdə elektrik enerjisi üçün neft və qaza kömürə ehtiyac yoxdur. Günəş panelləri evlərin yanında yerləşdiriləcək və günəş işıqları elektrik enerjisinə çevriləcək. Külək turbinləri şəhər kənarlarında yerləşdiriləcək və küləkdən alan enerji ilə bütün şəhər işıqlarını alacaq. Su enerjisi sistemi isə axar sulardan güc alaraq əlavə enerji təmin edəcək. Beləliklə bu şəhərcik layihəsi həm enerji baxımından müstəqil, həm də ekoloji cəhətdən tam təmiz bir yaşayış imkanıdır. Bu layihə gələcəyin şəhərin necə ola biləcəyini göstərir, texnologiya və təbiətin harmoniyasını bildirir. Sağ olun.